Gününüz xeyirli olsun dəyərli izləyicilər. Çox vacib bir məsələni sizin diqqətinizə çatdıracağım. Dabaq xəstəliyi yayılmaqdadır. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı çoxsaylı xəbərlər dolaşır. Bilirsiniz ki, dabaq xəstəliyi olan heyvanların ətini yemək olmaz. İnsan orqanizmi üçün təhlükəlidir. Bu səbəbdən artıq 10 gündən çoxdur ki, evə mal əti almıram. Dəyərli izləyicilər, xəbəri sona qədər izləyin zəhmət olmasa. Ən dəhşətli məqam isə odur ki, bu ətlərin dabaq xəstəliyinə tutulan heyvanların kəsilərək paytaxt Bakıya göndərilməsidir. Bu da dəhşətlidir, əgər fakt varsa. Bununla bağlı dəyərli izləyicilər, aidiyyatlı qurumlar hərəkətə keçib. Demək, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, bölgələrdə iri buynuzlu və xırda buynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir. Hətta dəyərli izləyicilər, peyvəndlənmə aparılan heyvanların ətini belə yemək olmaz, bilirsiniz. Qida Təhlükəsizliyi Agentliyi danışıb. Deyib ki, baytarlıq haqqında Azərbaycan Respublikası qanununa əsasən heyvan mənşəli məhsulların insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədariki, saxlanılması, emalı və satış obyektlərində baytarlıq nəzarəti məcburidir. Yəni işlər gedilir, prosesə nəzarət edilir. Ən vacib məsələ isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb, insanların narahatlığını başa düşülən hesab edib. Deyib ki, mənşəyi bilinməyən xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək verməyə hazırlaşırıq. Deyib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil. Bu məsələ yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir bu məsələyə. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkilsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır.